çekdi. Dayan. Onun ne olduğunu bilmirsən. Atam deyir ki, tanımadığınız əşyalara toxunmayın. Bəlkə də o patlayıcı qurğu ola bilər. Hə, düz deyirsən. Gecələr həmişə oynadığımız yerə. Bəzən kənardan tamamilə təhlükəsiz görünən əşya əslində partlayıcı qurğu ola bilər. Bu səbəbdən sizə məxsus olmayan və naməlum əşyalara yaxınlaşmayın, toxunmayın. Unutmayın, mina və digər partlayıcı qurğular təhlükəlidir. Şübhəli əşya görsəniz, toxunmayın. Dərhal ailə üzvlərinə və ya yaxınlıqdakı böyüklərə məlumat verin.